Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Metiyevin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla maliyyəçi ekspert Namiq Hüseynov qonağımızda. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Hər vaxtınız xeyir. Namiq müəllim, nəqliyyat məsələlərindən danışaq. Hər zaman çox maraqlı fikirlər səsləndirirsiniz və fərqli detallara toxunursunuz. Bu dəfə mənə maraqlı olan Qarabağda nəqliyyat sistemidir. Bir maliyyəçi ekspert olaraq Qarabağın nəqliyyat potensialını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, deyək ki, Qarabağ münaqişəsinə qədər Azərbaycan və Ermənistan təxminən 35 il bundan əvvələ qədər eyni demək Sovet İttifaqının tərkibində idilər. Və belə deyək müttəfiq respublikalar sayılırdılar və onların iqtisadiyyatı bir-birinə inteqrasiya olunmuşdu. Bütün sahələrdə demək olar ki, əməkdaşlıq var idi hansısa formada və bu nəqliyyat logistika sahəsində aid idi. Təkcə Bakı ilə demək Ermənistanın paytaxtı İrəvanı birləşdirən bir neçə dəmir yol xətti vardı. Həm İcəvan istiqamətində, həm Naxçıvan istiqamətində, bundan başqa Qafan istiqamətində nəqliyyat marşrutları var idi və aktiv şəkildə Bakıdan ora və oradan bura gəlib gedirdilər, yüklər daşınırdı və s. belə, yəni bu istiqamətdə əməkdaşlıq var idi. Bundan başqa həmçinin Ermənistanın özünün Türkiyə ilə nəqliyyat bağlantısı var idi. Deyək ki, Türkiyənin Qars bölgəsi ilə o müstəqilliyin ilk illərində əməkdaşlıq var idi. Amma bu əlaqələr 92-93-cü illərə qədər davam elədi. Yəni ondan sonra bu münaqişə kəskinləşəndən sonra həm Azərbaycan artıq o deyək ki, o nəqliyyat yollarından, o Ermənistan arasından keçən nəqliyyat yollarından istifadə edə bilmədi. Yəni Naxçıvanla bağlantımız kəsildi. Həm də ki, Ermənistanın özünün artıq 93-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə ilə sərhədləri bağlandı və o istiqamətdə bağlantısı kəsildi. Yəni belə bir tarix olubdu. Yəni və mənə gəlir ki, yəni bu əlaqələri yenidən də bərpa etmək, yenidən də potensialdan istifadə etmək olar və bu istiqamətdə iş gedir. Həmin dövrdə olub. Sadəcə mənə maraqlıdır ki, sizdə məlumatlar varmı? Orada hansı intensivliklə o mallar daşınırdı, yüklər daşınırdı? Yəni nə dərəcədə aktiv idi o yollar? Yəni demək olar ki, bütün ölkələrin bir-birinə əlaqəsi var. Sadəcə o intensiv yük daşıma səviyyəsi hansı yerdə idi? Əlbəttə yüksəkdir. Deyək ki, Azərbaycan Ermənistanın əsas o neft məhsullarının elə ki, tələbatını ödəyirdi. Yəni yanacaq falan Azərbaycandan gedirdi ora. Yəni o baxımdan daşınırdı. Yəni neft qaz daşınırdı. Ermənistandan Azərbaycana kənd təsərrüfatı malları gətirilirdi, müxtəlif yeni sənayesi məhsulları gətirilirdi. Ümumiyyətlə o qatarlardan təkcə yəni biz gedib orada nələr salırdıq. Onlar Bakıya gəlirdilər. Təkcə nəsə almaq üçün gəlmirdilər. Gəzmək üçün. Gəzmək üçün də gəlirdilər. Gəlirdilər məsələn Bakıda bağlarda işləyirdilər. Yəni bu xəttlər aktiv istifadə olunurdu. Bakı o vaxt belə ki İrəvan qatarı var idi, Bakı Qafan qatarı var idi, dediyim İcəvan qatarı var idi. Yəni bu aktiv istifadə olunurdu. Mən niyə görə bunu soruşuram? Yəni demək olar ki, o vaxtı Ermənistan iqtisadiyyatı da bundan yaxşı qazanırdı və əlaqələr də var idi. Artıq demək olar ki, Qarabağ ərazisi bir hava çevrilmişdi. Sadəcə o xislətlərindən irəli gələrək dağıtdılar bu sistemi və o həmənki o 30 il, 32 il müddətində adamlar milyonlarından geri qaldılar və dalana çevrilmiş bir ölkəyə döndülər. Mən həmənki dövrü əgər danışsaq bir maliyyəçi ekspert olaraq nə fikirləşirsiniz? Rəsmi İrəvan, yəni Ermənistan nə qədər itirdi? Nə itirdi? Milyardlarla itiriblər, əlbəttə. Ümumiyyətlə mən sizə deyim ki, bu münaqişə 94-cü ildə biz atəşkəs imzaladıq, atəşkəs sazişi imzaladıq və ondan sonra intensiv danışıqlar gedirdi iki ölkə arasında bu münaqişənin tənzimlənməsi ilə bağlı. Və 90-cı illərdə belə bir Qərbin də dəstəklədiyi ideyalar vardı ki, Azərbaycanın neftini, qazını gələcəkdə dünya bazarına çıxaracaq kəmərlər Ermənistan ərazisindən keçsin. Yəni bu daha qısa yol idi və düşünürdülər ki, yəni bu həm kəmərlərin çəkilməsinə xərc azalacaq, yəni çünki alternativ Gürcüstan biraz yol uzun idi. Bundan başqa hesab edirdilər ki, Ermənistan bundan həm də enerji təhlükəsizliyi əldə edəcək və Bakıya bir növ təzyiq aləti olacaq əlində. Yəni bu sülhü bir də stabil edəcək. Yəni iki ölkə bir-birinə asılı vəziyyətə düşər və onların arasındakı sülh möhkəm olar. Amma çox təəssüf ki, o vaxt Ermənistan bununla deyək ki, bu istiqamətdə bir xoş məram nümayiş etdirmədi və baxmayaraq ki, Azərbaycanın məsələn o vaxt xarici siyasət məsələsi dövlət müşaviri vardı Vəfa Quluzadə. O məsələn bu ideyanın aktiv dəstəkləyənlərdən biri idi ki, demişdi ki, qoy neft marşrutu Ermənistan arasından getsin ki, onlar orada güzəştə getsinlər. Yəni o baxmayaraq ki, o Vəfa Quluzadə kifayət qədər yəni ciddi fiqur idi və Ermənistanda qəbul olunurdu o. Yəni amma buna baxmayaraq yəni razılıq əldə olunmadı və Azərbaycan artıq məcbur olaraq həm Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərini Gürcüstan arasında çəkməli oldu.
Və bu gün Gürcüstan elə təkcə qazın tranzit nəqlindən 5% elə ki o qazın 5%-ni götürür də, yəni tranzit haqqı kimi götürür. Yəni bu kifayət qədər böyük həcmdir ölkənin elə ki qaz təchizatı ilə bağlı, qazla təchiz etmək üçün. Bundan başqa üçüncü layihə, mühüm layihə Bakı-Tbilisi-Qars dəmir yolu xətti oldu ki, hansı ki biz artıq bu layihəni də deyək ki, oradan çəkməli olduq və belə demək mümkünsə Ermənistan regionun sonuncu qatarına çatmadı. Və bu yəni kifayət qədər böyük, yəni əhəmiyyətli layihələr idi ki, hansı ki Ermənistan bundan kənarda qaldı və siz dediyiniz kimi o dalan ölkəyə çevrildi. Və münaqişədən sonra 2020-ci ildən sonra yeni imkanlar başlandı yaranmağa. Elə demək olar müharibə bitməz cənab prezident açıqlama edir ki, Zəngəzur dəhlizi açılacaq və bənddə də o salınmışdı o kapitulasiya aktında. O vaxt heç kimin ağlına gəlməzdi ki, yəni nə vaxtsa belə bir şey olar. İndi demək olar ki, artıq qarşıdakı günlərdə biz sülh müqaviləsinin imzalanmasından sonra yəqin ki, onun da şahidi olacağıq və demək olar ki, artıq Amerika bu işə girişib, adını o 42 kilometr hissənin trip qoyub və Naxçıvanda artıq dəmir yolu xətti başlayıb layihələndirmə yenidən qurulur. Biz demək olar ki, bu bir tərəfə Xankəndi və istənilən sahəyə, yəni dəmir yolları, nəqliyyat, hava artıq yenidən çevirməyə başlayırıq və bu oyunun qurucusu da bizik. Bəli. İndi Ermənistan üçün hansı imkanlar başlayıb yaranmağa? Əlbəttə bu müharibədən sonra bu nəqliyyat Zəngəzur dəhlizi ideyası ortaya çıxdı. Yəni biz ənənəvi yolla Naxçıvana getmək məsələsi aktuallaşdı. Əslində bu ideya əvvəlki illəri də var idi ki, yəni münaqişə hamı deyirdi ki, yəni münaqişə həll olunan sonra yenidən Azərbaycan həmin o ərazidən istifadə edəcək, o tarixi ərazidən istifadə edib Naxçıvanda bağlantı yaradacaq. Amma bu yəni ideya olaraq qalmışdı. 2020-ci ildə artıq o birgə bəyanatda da öz əksini tapdı. Düzdür, biraz sonra Ermənistanın biraz mövqeyi biraz bu istiqamətdə konstruktiv olmadı. Biz məcbur olduq təzədən İranla bir saziş bağladıq ki, yəni Zəngilan ərazisindən keçib ora gedəcəyik. Amma bu Amerika Birləşmiş Ştatlarının prezidentinin nəhayət dəstəyi ilə, istəyi ilə bu məsələ artıq reallaşmaq üzrədir. Yəni belə deyək ki, Ermənistanın ən çox narahatlıq edən suverenlik məsələsi idi ki, yəni Azərbaycan onun ərazisində elə ki, o suverenliyini pozar filan. Amma artıq o məsələ də həll olunub. Birgə şirkət yaradıldılar Amerika ilə və o elə ki, həmin şirkət həmin o dəhlizin 42 kilometrlik yolun təhlükəsizliyinə nəzarət edəcək. Yəni bu məsələ aktuallaşdı və bu da söhbət burada təkcə Bakı ilə Naxçıvan arasındakı dəqiq bağlantısından getmir. Yəni söhbət həm də böyük bir nəqliyyat marşrutundan gedir, hansı ki Çindən gələcək yüklərin Avropaya daşınmasına, o da ola bilər. Yəni ki bu təkcə sırf elə bizim Bakıdan Naxçıvana getməyimiz üçün deyil. Və kifayət qədər böyük bir imkanlardır. Bundan başqa Azərbaycan ümumiyyətlə son illər Qarabağ münaqişəsinin həllindən sonra nəqliyyat infrastrukturuna böyük pullar yatırıbdır. Yəni indiyə kimi təkcə ötən ilin sonuna qədər 22 milyard manat ümumilikdə Qarabağa investisiya qoyulubdur. Bunun da bəlkə də bir yarısı elə yəni yol tikintisinə qoyulubdur, aeroportların tikintisinə qoyulubdur, nəqliyyata qoyulubdur. Belə təkcə elə ötən il təxminən 1-2 milyard manat pul xərclənib bu istiqamətdə. 3 böyük hava limanını inşa eləmişik Füzulidə, Zəngilanda və Laçında və bu hava limanları regionun o gələcəkdə o nəqliyyat hubuna çevrilməsi üçün çox böyük rol oynayacaq. Yəni sadəcə onları aktivləşdirmək və yük axınında elə ki rolunu artırmaq lazımdır. Və çox adam fikirləşirdi ki, o vaxtı nəyə lazımdır bu qədər hava limanı? Hələ tam başa düşmürdülər nəyə lazımdır. Sadəcə indi biz cəmiyyət başa düşür ki, Azərbaycan elə bir yerdə yerləşir ki, həm cənubla şimalı birləşdirir, həm qərblə şərqi birləşdirir. Yəni burada da bu nəqliyyat sisteminin Azərbaycan üzərindən qurulması deyərdim ki, o açar nöqtə, o qıfıl tam bizikdə. Yəni bu olması Azərbaycanın həm də növbəti mərhələdə təhlükəsizliyini təmin edəcək. Mən belə düşünürəm. Əlbəttə ölkənin əhəmiyyəti artır, artıq yəni onsuz da Azərbaycan üzərindən yüklər keçir. Yəni tranzit yüklər həm şimaldan, həm cənubdan yüklər keçir. Amma indi daha elə ki xüsusi diqqət olacaq. Xüsusilə də məsələn Qərbin çox böyük marağı var, diqqəti var, Çinin marağı var. Məsələn bu yolların işləməsində Azərbaycan deyək Çinin o bir kəmər bir yol layihəsinin o dəstəkçilərindən biridir. Yəni bu istiqamətdə ona görə o bilək ki, o Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsinin o tranzit əhəmiyyəti artacaq. Və bizə maraqlı olan tərəf qonşularımız buna necə reaksiya verəcək? Demək olar ki, 30 ildən çox bir müddət ki, biz İran və Gürcüstan üzərindən bu işləri görürdük. Bu işləri siz də bayaq qeyd elədiniz, həyata keçirdirdik. Belə bir versiyalar var idi ki, yox Gürcüstan burada narahatlığını ifadə eləyəcək, İranın onsuz da narahatlığı müəyyən bir yerdə var idi. Bəs Azərbaycan necə tənzimləyəcək bu balansı?
Düzdür, müharibədən sonra belə bir artıq xüsusən son illər belə bir fikir formalaşdı ki, Azərbaycan Zəngəzur dəhlizini əldə etsə, artıq İrandan keçib Naxçıvana getməyə və yaxud Gürcüstandan keçib Türkiyəyə getməyinə ehtiyac qalmayacaq. Yəni o yollar əhəmiyyətini itirəcək. Amma mən belə düşünmürəm, çünki Azərbaycan hökuməti həmişə şaxələndirməkdə maraqlı olubdur. Yəni bir yol olmayıb. Bax siz bir fakt deyim sizə. 97-ci ildə səhv eləmirəmsə, Azərbaycan neftinin o ilk ixracı var idi. Dünya bazarına ilk ixracı başlayırdı və onda ilk neft Rusiya ərazisinə göndərilmişdi. Baxmayaraq ki, Azərbaycan onda Rusiya ilə münasibətləri elə də yaxşı deyildi. Ölkə arasında siyasi problemlər var idi. Amma rəsmi Bakı belə deyək ki, o Moskvanı neytrallaşdırmaq üçün neftin ilk partiyasını Novorossiysk limanından göndərdi və sonra da bax Bakı-Supsa kəməri var idi, Bakı-Ceyhan kəməri inşa olundu. O kəmərlərlə paralel həm də Azərbaycan nefti həmin o Novorossiyskə gedirdi. Yəni oradan ixrac olunurdu. Yəni bunu nəyə görə eləyiblər? Azərbaycan hökuməti həmişə çalışıb ki, bir neçə istiqamətdə elə ki, ixrac marşrutu olsun əlində. Yəni bir növ şaxələndirsin. Ona görə mən düşünmürəm ki, bu Zəngəzur dəhlizi açılandan sonra biz tamamilə Gürcüstan yolundan imtina edəcəyik və yaxud İran ərazisindən istifadə etməyəcəyik. Yəni siz görürsünüz ki, paralel olaraq İranla da iş gedir. Həm o dəhliz, həm də ki, İran ərazisindən Naxçıvana keçid üçün o nəqliyyat bağlantısı icra olunur. Yəni hökumət alternativ marşrutların olmasına həmişə maraqlı olubdur. Bu həm də rəqabət yaradır. Həm deyək ki, əlbəttə Ermənistanla İran arasında bir rəqabət yaradır, Ermənistanla Gürcüstan arasında bir rəqabət yaradır. Yəni heç vaxt Azərbaycan hökuməti məncə yəni özünü bir yoldan asılı vəziyyətə salmaz. Həmişə çalışacaq ki, şaxələndirmə olsun. Əlbəttə biz də düşünürük ki, yəni bu istiqamətdə işlər görüləcək. Hansı bir başqa əlavələriniz varmı, yoxsa Əlavə deyəndə düşünərdim ki, biraz düzdür, son vaxtlar orta dəhliz məsələsi aktuallaşıbdır. Məlum məsələdir də, Rusiya-Ukrayna müharibəsi var, İranda vəziyyət belə pisləşibdir. Alternativ marşrutlara ən təhlükəsiz yol orta dəhliz oldu. Hesab edirəm ki, bu istiqamətdə işlər biraz da gücləndirilməlidir. Bizdə tranzit yük daşımalar üzrə koordinasiya şurası var, o fəaliyyətini biraz da gücləndirməlidir ki, bizim indi cəlb etdiyimiz yüklər daimi olsun. Yəni sabah münaqişə qutarandan sonra təzədən məsələn biz o yük axınını itirməyək. Yəni onları elə ki, həmin o yük daşıyıcılarını bəli, bu marşrutda saxlaya bilək. Bax, tutaq ki, Rusiya ərazisindən yükün daşınması Çin Avropaya daşınmasına təxminən 14-18 gün vaxt sərf olunurdu. Azərbaycan ərazisində hazırda bildiyim qədər 18-22 gün belədir. Yəni bu müddəti bacarıca azaltmalıyıq. Yük daşıyıcılarına daha optimal tariflər təqdim etməliyik ki, yəni biz o müştəriləri itirməyək və onlar Azərbaycanın o tranzit potensialından istifadə etsinlər, o cümlədən Qarabağın. Çox təşəkkür edirəm Namiq müəllim, var ol, minnətdaram və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Maliyyəçi ekspert Namiq Hüseynovla danışdıq. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.